Həyatım, hava soyuqdur, yağış da yağır. Səncə bu yağışlı havada isti ləzzətli nə gedər? Əlbəttə ki, soyuq havaların olmazsa olmazı xəngəl hazırlayacağım. Amma buzluqda əvvəlcədən hazırladığım xəngəllər var idi. İndi onları çıxarıb bişirəcəm. Gürcü xəngəli gürzə və pilmeninin çox rahat üsulundan hazırlanma qaydası var. İlk öncə su yaxşıca qaynadılır, daha sonra üzərinə bir xörək qaşığı duz tökülür. Duzla su birlikdə qaynadıqdan sonra xəngəlləri gördüyünüz bu formada suyun içinə tökürlər. Biz gürcü xəngəli ilə yanaşı pilmeni və gürzə də bişirəcəyik. Xəngəlimizin yanında olmazsa olmaz 2 cür sos hazırlayacağıq. Bir sarımsaqlı qatıq, bir də yanında tomatlı sos. Qatıqlı sos üçün 2 xörək qaşığı qatıq əlavə edirik. Zövqə görə isə bir diş sarımsağı rendələyirik. Qatıqlı sosumuz artıq hazırdır. İndi isə sarımsaqlı tomat sosumuzu hazırlayırıq. Bir xörək qaşığı dolusu tomat əlavə edirik. Bir ovuc qədər şüyüd əlavə edirik. Azca duz və su əlavə edib qarışdırırıq. Dadlarına baxdıq, həqiqətən möhtəşəm, çox bəyəndik.